Salam, bugün olan əsas xəbərləri dinləyirsiniz. Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq iyunun 19-undan başlanan operativ taktiki təlimlər davam edir. Bugün cəbhə boyu ərazilərdə təlimlərin növbəti döyüş atışlı mərhələsi başlayıb. Təlimdə Müdafiə Naziri General-Polkovnik Zakir Həsənov da iştirak edir. Təlim başlamazdan əvvəl nazir birlik, birləşmə, hərbi hissə və qərargah rəhbərləri ilə görüşüb. O, təlimlərin təşkili vəziyyəti ilə maraqlanıb göstərişlərini verib. Daha sonra təlim başlayıb. Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Naziri Edvard Nalbandyanın sonuncu açıqlamasına münasibət bildirib. Nazirliyin mətbuat katibi Hikmət Hacıyev deyib ki, Ermənistan Xarici İşlər Naziri hazırki danışıqların məntiqinə və mahiyyətinə uyğun hərəkət etməli olduğu halda yenə də mövcud status quo-nun gücləndirilməsinə çalışır. Bu isə status quo-nun qəbul edilməz və qeyri-davamlı olmasına dair ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin dəfələrlə səsləndirdiyi mövqeyi ilə ziddiyyət təşkil edir. Statın sonu. Bugün Bakının Nizami rayonunda suyun verilişində məhdudiyyətlər olacaq. Azərsu Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə Süleymanov küçəsində su təchizatı sistemlərinin yenidən qurulması işlərinin aparılması ilə əlaqədar Qara Qarayev və Babək prospektlərinin, həmçinin Süleymanov və Məmmədov küçələrinin bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.